Salam. Biz geçen günlərin birində açılım eləmişdik. Maşın alacaqmı? İndi baxmaq istəyirəm evi olmayanlara da bizə ev görünürmü? Biz ev ala biləcəkmi? Deməli, 3 variant eləyəcəm. Ev ala biləcəklərmi? Kim seçirsə variantı. Birinci variant, 2 və 3. Ev görünürmü? Ev ala biləcəklərmi? Birinci variantla başlayaq. Videomu saxlayın. Kimlər seçə bilmədisə elə seçim eləsinlər. Birinci variant, ev ala biləcəkmi? Tamam. Ev ala biləcəkmi? Nəsə burada bu variantı seçənlər çox bədxərc adamlar kimi çıxırlar. Çox bədxərc. Burada mən sizə belə deyim. Əslində görünür ki, sizdə o qədər də çətin vəziyyət deyil. Yəni istəsəz siz ala bilərsiniz. Ən azından kiçik bir şey də olsa, manyeta kimi də çıxır burada. Çünki ala bilərsiniz. Prosta görünür, siz çox elə bil ki, xərcləyənsiniz. Və bu gedişlə elə bil ki, çox, necə başa salım. İndiki vəziyyət elə bir vəziyyət ki, siz yığmalısınız. Elə bil ki, sizə gəlir də. Bir müddətdən sonra elə bil ki, duracaq o. Və onda çox peşmançılıq çəkərsiniz. İndiki vəziyyət göstərir ki, bu adamların elə bil ki, imkanı var, nələrisə sıxsın, heç olmasa balaca da olsa bir şey alsın. Çünki indi eləməsələr bir müddətdən sonra gəlir yanacaq və çox durduqdan sonra, bu gəlir dayandıqdan sonra peşmançılıq görünür. Elə bil ki, niyə görə eləmədim, mən vaxtında eləyə bilərdim. Ev ala biləcəklərmi? Ev, mənzil. Ala bilərsiniz, bəli, ala biləcəksiniz də. Sadəcə yenə deyirəm, elə bil ki, hal-hazırki vəziyyətiniz sizi qane eləmir və gözləyirsiniz ki, əlavə nəsə gəlsin ki, biz bunu eləyə bilək. Amma kartlar xəbərdarlıq eləyir ki, əlinizdə olandan nəsə eləyin, nəsə bir şey eləyin. Sonraki vəziyyətdə çətin olacaq. İkinci variantda keçirin. Ev ala biləcəklərmi? Planlaşdırırsınız bu variantı seçənlər üçün görünür ki, artıq planda nəsə var. Bəs planladıqların ala biləcəklərmi? Miranda istəyir. Ala biləcəklərmi planlaşdırdıqları? Bəli alacaqsınız. Planlaşdırırsınız, pul düzəltməyə çalışırsınız. Bəlkə bəziləri sənəd düzəltməyə çalışır. Çünki burada sənəd çıxır. Siz nəyi planlaşdırırsınız bu dəqiqə? Evlə bağlı kreditə mi can atırsınız, yoxsa pul düzəltməyə mi? Bəzilərində burada satış ola bilər ki, nəyəsə satım, nəsə alım. Çünki 8 rozundan da çıxır. Nə planlaşdırırsınızsa sizə tez bir zamanda ev görünür, yeni ev. Üçüncü varianta geçirik. Tak. İmperatrica. Dama xazayka. Baxaq görün. Ev. Görünür yoksa yok. Bilirsiniz necə? Belə deyim, mən bunun üçün açmamışdım, başqa bir şey üçün açmışdım əslində.
Bu variantı seçənlər xanımdırsa xüsusilə və yaxud da bəlkə öz xanımı ilə əlaqəli bir şeydir. Bu adamda magiya görünür. Mən bunun üçün açmamışam, amma nə çıxır deyirəm. Təmizlətdirən ola bilər ki, biz evlə bağlı açmışıq. Ümumiyyətcə evdə var deyə bu çıxmışdı. Təmizlətdirin. Bəs ev necə ala biləcəklərmi? Bəli. Ala biləcəksiniz. Xəbərdarlıq kimi bu variantı seçənlər mütləq özünəsə bir təmizlik eləsin. Özü üçün bilmirəm artıq evdə nə edir. Hər kəsin fərqli metodları var da. Nə eləmək istəyirsə eləyin, çünki sizə ev görünür, uğurlu görünür. Hələlik sağ olun, bu qədər.